Türkmenistanda qalxınış qaz yatağının işlənməsinin 4-cü mərhələsinə start verilib. Əməkdaşımız İldırım Musayevin süjetini təqdim edirik. Qalxınış qaz yatağında yeni quyuların qazılması və təbii qazın emalı üzrə qurğunun tikintisinə başlanması münasibətilə təntənəli mərasim keçirilib. Layihə çərçivəsində ildə əlavə olaraq 10 milyard kubmetr kommersiya qazının emalı üçün güclərin yaradılması nəzərdə tutulur. Bu mərhələnin həyata keçirilməsi hasilatın artırılmasına və ölkənin xüsusilə Çin istiqamətində ixrac potensialının gücləndirilməsinə yönəlib. Qeyd olunur ki, yeni istehsal obyektlərinin istifadəyə verilməsi əlavə iş yerlərinin yaradılmasına, yanacaq energetika kompleksinin imkanlarının genişləndirilməsinə və Türkmənistanla Çin arasında qaz sahəsində strateji əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq. Qalxınış yatağı təbii qaz ehtiyatlarına görə dünyanın ən iri yataqlarından biridir. Onun mərhələli şəkildə işlənməsi mavi yanacağın ixracının uzunmüddətli artırılmasına və Türkmənistanın Asiya bazarlarında əsas qaz təchizatlarından biri kimi mövqeyinin möhkəmləndirilməsinə yönəlib. İldırım Musayev, Esmira Turan, Ayan Hüseynli, TV1.